Hamıya salam. Əlaqədə Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Aşağıda hər bir göstəriciyə daha ətraflı baxaq. Lazım gələrsə onu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün göstəricilərini ətraflı öyrənə bilərsiniz. İndi təşkilatın cari fəaliyyət göstəricilərini təhlil edəcəyik. LinkedIn Holdings, ticker, LHI. Bu icmal 23 iyun 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət LinkedIn Holdings alt kateqoriyaya aiddir. Consumer Lending qiymətləndirmədə 24 şirkət iştirak edir. Son qərarları videonun sonunda nəzərdən keçirəcəyik. Sözü gedən şirkət üçün nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta bal 0,6 baldır. Geniş baxsanız, bütövlükdə bazar daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,8 bal olduğunu görürük. Şirkət üçün 6,5 reytinginə qarşı LinkedIn Holdings Ltd ADR. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi LinkedIn Holdings və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görürük LinkedIn Holdings 311,2% dinamika nümayiş etdirib. %140% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması LinkedIn Holdings Ltd ADR 0,92 milyard dollar təşkil edir. 58 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 1,54 milyard dollar olaraq qiymətləndirilir. 33 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Birja və balans dəyərli səhmləri müqayisə etsək, aşağıdakıları görürük. İşğal olunmuş pay LinkedIn Holdings alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 1,584% təşkil edir. Balans dəyəri 4,596% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan şirkətin 0,736 milyard dollar borcu var. Borcun balans dəyərinə nisbəti öz kapitalının %48-idir. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə nəticə yaxşı 1 bal. Şirkətin səhm qiymətinin mənfəətinə qalığı 5-dir. Alt kateqoriya üçün orta qiymət 10,8-dir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 184 milyon dollar olub. Növbəti 12 ay üçün mənfəətin 299 milyon dollar olacağı proqnozlaşdırılır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,5-dir. 1-2 alt kateqoriya üzrə orta. Bazar qiymətinin gəlirə nisbətinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 1,950 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 2,7 milyard dollar olacağı gözlənilir. Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 9,4%, alt kateqoriya üzrə orta hesabla 11,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi keçərli 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 7,629% təşkil edir. Bu, bazar kapitallaşma payından 382% çoxdur.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $196.000 bərabərdir. Alt kateqoriya üçün isə $946.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $39,400. Alt kateqoriyada orta hesabla $87,800. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi, keçərli, 0 bal. Təşkilatın fərdi işçisinə düşən satış həcmi $418.000. Alt kateqoriyada $786.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi, keçərli, 0 bal. Qısa müddətli əməliyyatların həcmi 2,6%, alt kateqoriya üzrə orta hesabla 8,5% təşkil edir. Texniki göstərici rəisi 14 şirkət üçün %38 səviyyəsini göstərir Lefinfintage Holdings. Alt kateqoriya üçün bu səviyyə təxminən 60% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $6,92. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $11,52. Gəlin sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi nəticəsində Lefinfintage Holdings. Səhmlərin qiymətləndirilməsi üçün məlumat sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $6,91 alış sifarişi açın. Sövdələşmə açıqdır, çünki şirkətin nisbətən yüksək reytingi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə modeli, AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 10,29 səviyyəsində müəyyən edilmişdir. Stop loss 3,53 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 23 iyul 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker WPST satmaq üçün balanslaşdırıcı sifarişdir. Balanslaşdırma müqaviləsi ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma, digər sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.